Hörmətli qonaqlar, əziz sənət dostları, bugün biz bura bir insanın deyil, bir sevginin, bir sadiqliyin və bir sənət fədaisinin xatirəsini işıqlandırmağa toplaşmışıq. Bəzi insanlar var ki, gedişi ilə sadəcə boşluq qoymur, arkasında silinməz izlər, bitməyən nəğmələr qoyub gedir. Nizami Hüseynov kimi. Tədbiri başlamadan öncə Eloğlu Nizami müəllimin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Nizami Hüseynov 1952-ci il 17 aprel Tavuslan kəndində kolxozçu ailəsində dünyaya göz açan Nizami elə uşaqlıqdan zəhmətin nə olduğunu dərk etdi. Onun taleyi Bakıdan keçdi. 1967-ci ildə Texniki Peşə Məktəbinə addım atdı. Hərbi xidmətin çətin yollarını keçdi. O sadəcə tikintilərdə fəhlə, çilingər deyildi. O gələcəyini kərpic-kərpic örən bir iradə sahibi idi. Lakin Nizami müəllimin daxilində sönməyən bir sənət məşəl yanırdı. 1975-ci ildə Mədəni Maarif Texnikumuna daxil olması onun həyatında yeni bir səhifə açdı. Xalq çalğı alətləri orkestri rəhbəri fakültəsini bitirəndən müəllimləri onu paytaxtda saxlamaq istədilər. Amma o, vətənim dedi, doğma İsmaillim dedi. Çünki əsl sənətkar öz kökündən güc alar. İsmailliyə qayıtdı. Əvvəl avtoklub müdürü, sonra isə ömrünün sonuna qədər rəhbərlik edəcəyi Tavuslan kənd mədəniyyət evinin direktoru oldu. Eyni zamanda 1986-cı ildə Çernobıl AES-də baş vermiş dəhşətli qəzanın aradan qaldırılmasında yaxından iştirak edərək 4 ay xidmət etmişdi. Çernobıl əlili idi. Nizami müəllim bizim üçün sadəcə bir direktor deyildi. O həm də öz həmkarları üçün gözəl insan, yaxın dost, sirdaş idi. Onun nizamı, intizamı, ən əsası məsuliyyəti hər kəsin qəlbində taxt qurmuşdu. Bugün Nizami müəllim cismən aramızda olmasa da, onun qoyduğu mədəni irs, tərbiyə etdiyi gənclər və bizə öyrətdiyi insanlıq dərsi yaşayır. O hər zaman Tavuslan kəndinin havasında, İsmaillinin hər bir sənət ocağında bizimlədir. İndi isə sizləri mərhum sənətkar Nizami Hüseynov haqqında video çarxa baxmağa dəvət edirik.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Hər birinizi təkrardan bir daha salamlayırıq İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzi adına və elə ilk olaraq da çıxış üçün bura İsmail rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Teymur müəllimi dəvət edirik. Buyurun Teymur müəllim. Çox sağ olun, salamlayıram mən də bütün tədbir iştirakçılarını. Nizam müəllim haqqında çox danışmaq olar. Həqiqətən də Nizam müəllim ömrünü İsmaili mədəniyyətinə həsr edib. 40 ildən çox burada mədəniyyətdə çalışıb. Mən Almaskalıya, Navaysisə, qohum əqrəbiyə hamısına başsağlığı verirəm. Biz də Mədəniyyət Mərkəzi olaraq istədik ki, Nizam müəllimi bugün yad eləyək. Mən istərdim ki, bir alqışlarla Nizam müəllimi yad eləyək. Təşəkkür edirəm hər birinizə, gələn bütün qonaqlara, hər biriniz var olasınız. Dağlıq Şirvan Regional Mədəniyyət Dairəsinin rəisi, hörmətli Şəhriyar müəllimə təşəkkür edirəm. Bizim üçün belə gözəl şərait yaratdığına görə və bütün kollektivimizə təşəkkür edirəm, hər biriniz dəstək oldunuz. Ümid edirəm ki, tədbirimiz yaxşı keçəcək. Nizam müəllimin ruhu da şaddır həqiqətən də. Burada Çernobil yoldaşları da əyləşiblər, onları da salamlayıram. Çox söz demək olar da, yəni Nizam müəllim həqiqətən də elin olmasına bağlı bir insan idi. Çox məsuliyyətli bir insan. Mən uşaq idim hələ, burada şəkillərimiz də var. Mən uşaq idim hələ. Nizam müəllim bu qədər işini, peşəsini sevən bir insan idi ki, onunla işləyən əməkdaşlarımız var bir yerdə, onlara da söz verəcəyik. Yəqin ki, onlar da xatirələrlə bağlı danışacaqlar. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun, təşəkkür edirik. Bayaq
yan otaqda söhbət eləyəndə, Nizam müəllim haqqında əlbəttə ki, söhbət edəndə, bizim el sənətkarımız Aşıq Elman dedi ki, məni təqdim eləyəndə bir cümlə işlədərsən ki, mənim əlimdən tutub mədəniyyətə, səhnəyə gətirən Nizami müəllim. Elə sözün bu məqamında Aşıq Elmanı səhnəyə dəvət edirəm. Buyurun, buyurun Aşıq. Sizin də özünüzə görə xatirələriniz var yəqin ki. Mən elə öz səsimlə də bu zalı doldururam, amma heç kimdən kənara qalmayıq da. Ömür xatiriyə dönər ya dönməz. İllərin izi var xatirələrdə. Ötən əyyamların, keçən günlərin dadı var, duzu var xatirələrdə. O zaman əkmişdim, indi biçirəm. Bir körpü salmışam, üstdən keçirəm. Çörək də yeyirəm, su da içirəm. Qismət var, muzi var xatirələrdə. Ruhu buladlarda, kəməndə dönən. Eşqi cıdırda, səməndə dönən. Bu kənddə doğulub, bu kəndə dönən Nizaminin özü var xatirələrdə. Nizaminin özü var xatirələrdə. Nizami həmişə bayaq aparıcı dediyi kimi 1977-ci ildə mən 4-cü sinifdə oxuyanda Nizami müəllim mənim əlimdən tutub bir yerdə İsmail rayon mədəniyyət evinə aparıb, biz ikimiz orada Niyad çalğı aletlərinin ansamblında o udda otururdu, mən sazda otururdum. Sonra elə oldu ki, mən yavaş-yavaş gedəndən sonra bir dəfə də belə sazda özüm də indi cavan adamdır. Burada bir qəşəng yazmışdım ki, Aşıq Elman. Hələ heç aşığını təzə öyrənirdim. Dedi, ay Elman, heç 100 illərin Aşıq Elman yazmır. Sən nə tez yazmırsan ora Aşıq Elman? Onun o sözündən sonra mən bir daha bura aşığı yazmamışım. Elə adımı yazmışam. Allah rəhmət eləsin. Nizami gözəl insan idi. Yaxşı adamların başına dönüm. Əfəndim, Peyğəmbər sayaqdır yaxşı adamlar. Fırtınalar, qasırğalar içində parlayan mayaqdır yaxşı adamlar. Baxıb gülümsəyər, özünü öysən, heç vaxt lağ eyləməz, köhnə də geysən, gecənin nə vaxtı qapısını döysən, həmişə oyaqdır yaxşı adamlar. Allah yaxşılara min zinət vurdu, dünyanı yaxşılıq üstündə qurdu. Qəlblərə işıqdır, qəlblərə nurdur, evlərə çıraqdır, yaxşı adamlar. Nizaminin çırağı həmişə gür yanacaq, həmişə xalq xatirimizdə olacaq. Əlbəttə, Nizami həmişə mənə Şirvan şişəsi oxudardı. Özü oxudardı ki, deyirəm səhər, səhər seyrə çıxanlardan. Şəkər ləblərindən ay yara vursa
Zekiyim, torpağın altında yattım, mezarım üstünde sel çekersiniz. İnsanlar yüreğim kuzu tekmeler, İnsanlar yüreğim kuzu tekmeler. Başım neler çekti dünyada neler. Hansı gün Zəlim xan oldu deseler, hansı gün Nizami oldu deseler, Allah rahmet eylesin. O gün birce defa of, o gün birce defa of çekersiniz, neyine ya derdine, benim o derdine, o derdine. Elə Nizami müəllim kimi sənətkarın xatirə gecəsinə də Aşıq Elman, sənətkar Aşıq Elman kimi sənətkarın da ifası yaraşırdı. İndi isə sözü verirəm Talıstan kənd icra nümayəndəsini Nəsimi müəllimə. Buyurun Nəsim müəllim. İlk öncə hər birinizə minnətdarım. Çox sağ olun. Başta Temur müəllim, siz və sizin kollektivə minnətdarım bildirəm ki, bizim el sənətkarımız Nizam müəllim haqqında belə bir tədbir təşkil eləmişsiniz. Və Nizam müəllim belə bir gözəl bir insan olub ki, ailəsi içində, el içində, dövlətinə bağlı bir insan olub. Allah-Taala onun yaxınlarına, doğmalarına, Allah'tan səbir diləyirəm. Hər bir əziyyəti olan şəxslərə minnətdarım bildirəm ki, bizim dəyərli sənətkarımızı yaşadır və bugünkü gündə onu yad edir. Gələn qonaqlarımızın hər birine də hoş gəlmişsiniz. Diqqətiniz üçün çox sağ olun. Çox sağ olun, təşəkkür edici Nəsim müəllim. İndi isə çıxış üçün söz verilir. İsmayıl rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solisti Ramil Salmanova.
həmdəm sarılır, eşkimin oduyla alovlanır. Gecədə gündüzdə səni anıram, gecədə gündüzdə səni anıram. Çıxmayır yadımdan qara gözlərim, şirin söhbətlərim, şirin sözlərim. Çıxmayır yadımdan qara gözlərim, şirin söhbətlərim, şirin sözlərim. Sən mənim könlümdə xoş bülbülsən, sən mənim könlümdə xoş bülbülsən. Axı mən neyləyərəm, axı mən neyləyərəm, məni sənə unutsan. Neyləyərəm, neyləyərəm, məni sənə unutsan. Neyləyərəm, neyləyərəm, məni sənə unutsan. Neyləyərəm, neyləyərəm, məni sənə unutsan. Nizam müəllim elə bir sənətkar idi ki, əlbəttə ki, o heç vaxt unudulmaz. Və elə sözün bu məqamında çıxış üçün səhnəyə Elşad Bayramov adına Talıstan Kənd Tam Orta Məktəbinin direktoru Pünhan müəllimi dəvət edir. Buyurun Pünhan müəllim. Mən də ən əvvəl bütün qonaqları salamlayıram. Bu günlərin elimizə, obamıza, yurdumuza xoş gəlmisiniz deyirəm. Bu yurt, bu ova, bu el elə bir oylaqdır, elə bir o Səməd Vurğunun təbircə desək, ormanlar içində duran bir yerdir. O yerdə Nizam müəllim kimi şəxsiyyətlər, Nizam müəllim kimi mədəniyyət xadimi yetişməsə olmazdı. Həqiqətən də Nizam müəllim bizim qəlbimizdə, bizim ruhumuzda yaşayan, dövrə vuran bir insandır. O bu günlərin bu dünyada olmasa da, yəni aramızda belə deyək, cismani yoxdur. Amma onun ruhu, onun qəlbi, nə qədər bizim Talıskanımız, bizim elimiz, bizim ovamız var, Nizam müəllim kimi bizim şəxsiyyətlərimiz daim yaşayırsan. Ona görə də belə bir insanlar unutmaq olmaz. Bugün səhv eləmirəmsə sabahlarım onun il dönümüdür. Nizam müəllimə Allahdan rəhmət diləyirik. Nizam müəllimin ailəsinə, yaxınlarına, qohumlarına, elinə, obasına, hamısına başsağlığı veririk. Nizam müəllim bir evdən yox, bir eldən gedən bir insandır. Bir evin yox, bir elin oğluydu. Həmən elin oğlu, həmən belə deyək də mədəniyyət sahəsində hamı bildi, məlumatlı oldu, onun haqqında müsbət deyidilər. Amma mən bir onu qeyd eləmək istəyirəm ki, Nizam müəllim bir insan idi. Elə təsəvvür edin ki, o böyüklə böyük idi, uşaqla uşaq idi. Yəni biz bu kənddə böyümüşük, bizim mədəniyyət yerimiz ən əvvəl yuxarıdaydı. İndi bilənlər bilir, belə bir şəraitdə deyildi, qeyri-adi bir mədəniyyət idi, klubumuz var idi. Həmən dövrdə Nizam müəllim gedərdi, orada xatirələr var, indi o tarın görürəm, tar orada olardı, piyanino var idi öz otağında, yəni yadına gələnlər xatırlayır. Biz gedən kimi keçirdik səhnəyə, balaca uşaqlar idi, deyirdi ki, yəni indi bəzilərdə baxıram, bəzi əl vurma, toxunma, sındırarsan, amma o elə bir insan idi, deyirdi, gedin bax o tara da baxın, gedin orada qarmona da baxın, piyaninoya da, onun dillərinə hətta yaxınlaşırdı bizə. Deyirdi, bax bu dilləri vurun, görün hansı bir musiqinin ahəngi var burada. Yəni o belə bir insan idi. O olanı gizlətməzdi, verərdi. Mən ona görə də ona deyirəm ki, o elin oğluydu. Bir daha Allah Nizam müəllimə rəhmət eləsin, yenə deyirəm ailəsinə başsağlığı verirəm. Allah onun, yəqin ki o dünyada da o elə o cənnətdədir. Allah rəhmət eləsin. Sizə də mədəniyyət
xadimlərinə də öz minnətdarlığımızı bildiririk ki, belə bir el oğlumuzu, belə bir vətənlə, nə bilim, yurtla qəlbi döyünən bir insanı unutmamışsınız. Sizlərə də Teymur müəllim başda olmaqla mədəniyyət sahəsində olan bütün xadimlərə öz minnətdarlığımızı bildiririk və bir rayon rəhbərliyinə başda Nahid müəllim olmaqla öz minnətdarlığımızı bildiririk ki, bax, belə bir tədbirləri ərsəyə gətirmişsiniz. Siz qonaqlara da hamınıza çox sağ olun deyirəm ki, dəvət elə olub buradasınız bu günləri. Bir daha sağ olun. Çox sağ olun, tamamlarım, çox sağ olun, təşəkkür edirik. Səhnələr sənsizdir, işıqlar sönür. Adınla yaşayır hər bir xatirə. Səhnələr bəli, bugün onsuzdur. Amma onun səhnədə işığını sönməyə qoymayan şagirdi var, yetirməsi var. Mən çıxışı üçün sözü Lətif müəllimə verirəm. Buyurun Lətif müəllim.
Çox sağ olun. Mən deyərdim ki, o anlarda Nizami müəllimin ruhu şaddır ki, onun şagirdi necə bir ustalıqla onun sənətini davam etdirir. Musiqi varsa, söz də var. Və indi isə çıxışı üçün səhnəyə Azərbaycan dili ədəbiyyatı fənni tədris edən Gülnaz müəlliməni dəvət edirik. Buyurun Gülnaz müəllimə. Bugün burada çıxış eləmək mənim üçün həm çətindir, həm də məsuliyyətlidir. Çünki biz əziz olan, yaxın olan bir insanımız haqqında danışırıq bugün. Sevinirik ki, bir yandan onu belə xatırlayan, onu yad eləyən, onu belə yəni məclisdə anan sevimli insanlar bura toplaşıblar. Kədərlənirik ki, Nizami artıq bir ildir ki, aramızda yoxdur. Keçən il bugünkü gün Nizami ilə bir söhbət edəndə o elə səmimi, elə belə necə deyərlər, ürəkdən danışırdı ki, yəni onda yaşamaq eşqi çox böyük idi. Sənətə, musiqiyə olan həvəsi, onun həmişə insanlara olan münasibəti heç vaxt bizim yadımızdan çıxmayacaq. Nizami o qədər həlim, o qədər mülayim, o qədər gözəl bir insan idi ki, yəni onu heç vaxt yaddan çıxara bilmərik biz. Yəni bu insanın bir dəfə də olsun biz bərkdən danışdığını, hirsləndiyini, yəni qəzəbləndiyini, belə bir hiss onda heç vaxt görməmişdik. Bunu yəqin ki, bütün qohumları da, bütün onu tanıyanlar da qeyd edə bilərlər. Mən uzun müddət düzdür, Talisman məktəbində işləmişəm 44 il, amma indi təqaüddəyəm. Yəni yenə də biz onunla nə qədər tədbirlər keçirirdik məktəbdə. Bax, həmin mənim şagirdim olan Aşıq Elman, bugün mən onu görəndə həmişə, ümumiyyətlə həmişə onu görəndə, oxumağını görəndə o qədər sevinirəm, fərəhlənirəm ki, bugün də Lətifi görəndə, hətta mən açıq dərs keçəndə bir dəfə dərsdə biz Lətifin də orada, yəni aşıq nədir, yəni musiqisini dinlədik orada. Bunlar hamısı Nizaminin qoyduğu ənənələr idi, Nizaminin öyrətdiyi bir sənətin yadigarı idi və biz bununla fəxr edirik. Birinci növbədə mən bura gələn Mədəniyyət Mərkəzinin, yəni rayon Mədəniyyət Mərkəzinin işçilərinə, irəli sürənlərin hamısına Nizaminin ailəsi adından, onun qohumları adından, bacımın evladları adından, hamının adından, kəndin bütün ictimaiyyəti adından dərin təşəkkürümü bildirirəm ki, çox sağ olun ki, siz öz əziz, belə necə deyərlər, bir insanı yad eləmişsiniz, Qızıldan qiymətli vaxtınızı ayırıb bugün bura gəlmişsiniz. Hamınıza təşəkkür edirəm və bir də onu demək istəyirəm ki, Üzeyir Hacıbəyli dünyasını dəyişəndə Səməd Vurğun onun məzarı başında belə bir şeir dedi ki, ölüm sevinməsin qoy ömrünü vermir bada, el qədrini canından daha artıq bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Bəli, Nizami müəllim də sevərək yaşadı, sevilərək dünyasını dəyişdi və əbədi olaraq insanların qəlbində nə qədər ki musiqimiz var, nə qədər ki muğamatımız var, nə qədər ki tarımız var, Nizami müəllim də yaşayacaq. Allah ona qəni-qəni rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Çox sağ olun, minnətdarım. Elə Nizami müəllimlə bağlı, yəqin ki, bu zalda əyləşənlərin hər birinin bir xatirəsi var. Acılı, şirinli bir həyat, ömür yaşayıb Nizami müəllim. Bayaq ilk çıxışda aparıcı xanım qeyd etdi ki, Nizami müəllim Çernobıl əllidir və həmin bölgədə 4 ay xidmət edib. İndi isə
Elə Çernobıl Əlillər Cəmiyyətinin sədri Məleykə xanıma dəvət edirəm çıxışı üçün. Buyursun, öz xatirələrini dilə gətirsin. Çox sağ olun, təşəkkür edirəm. Gələnlərin hamısını salamlayıram. Allah rəhmət eləsin deyirəm. Nizami müəllimin çox xatirələri var. 1986-cı il aprel ayının 26-sında dünyada baş verən Çernobıl hadisəsi baş vermişdi. Azərbaycandan 3000-ə yaxın Azərbaycanlılarımız həmin Çernobıl elektrik stansiyasının partlayışı nəticəsində olan o ağır günlərdə Azərbaycandan 3000 nəfərə yaxın iştirak eləmişdi və bizim İsmailli rayonundan da mərd oğullar Nizami müəllim başda olmaqla 42 nəfər iştirak eləmişdi. Onlar çox fəal iştirak elədiyinə görə bizim ulu öndərimiz Heydər Əliyev cənabları onlara bəşəriyyətin xilaskarı adını vermişdi. Allah ulu öndərimizə rəhmət eləsin. Gözəl fərmanlar, gözəl onlar üçün hər bir şərait yaradılmışdı. Onlara hər bir dəstək olmuşdu və onun davamçısı hörmətli prezidentimiz Ali Başkomandan İlham Əliyev cənablarının nəzərindən də qaçmamışdı. Hər vaxt diqqət mərkəzində olmuşdu. Onlara prezident, hər birisi prezident təqaüdçüsü olmuşdu. Hər birinə evlə, maşınla onları yad eləmişdilər. Hər vaxt diqqət mərkəzində olmuşdu və rayonumuzda da diqqət mərkəzində olmuşdu. Hər aprel ayının 26-sında Bakıda konferansda bizi ilə bir yerdə Nizami müəllim iştirak eləmişdi, fəal iştirak eləmişdi. Birinci ulu öndəri ziyarət eləmişdi, ikinci şəhidlərimizi ziyarət eləmişdi. Sonra konferansda hər birimizin xatirəsindədir. Heç vaxt o yaddaşlardan silinə bilməz. Mən bu günləri həyəcanlıyam. Ona görə həyəcanlıyam ki, o ağır faciələrin yaşamasının ən böyük mənim evimdə həyat yoldaşım 1-ci qrup Çernobıl Əlil Lətifov ismi Gülməmmədoğlu 8 ildir yataq xəstəsi yatır. Çernobıl faciəsinin fəsadlarını yaşayır. Ona görə hər birinizdən üzr istəyirəm. Kimin, harada Çernobıl əlili olub evdə, onların ağrıların, acıların ən yaxşısını bilən mənəm. Allah hər birisinə səbir versin. Nizami müəllim doğrudan da 28 il bir yerdə olmuşuq, onlara xidmət eləmişəm. Çox gözəl insan, çox yaddaşlarda qalan insandır. Allah rəhmət eləsin, məkanı cənnət etsin. Mən bu günləri bütün Çernobıl əlilləri adından, onun ailəsinə, balalarına, onu istəyənlərə başsağlığı verirəm. Ruhun şad olsun əziz qardaşım, ruhun şad olsun. Ruhun qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Diqqətinizə görə çox sağ olun. Çox sağ olun Məleykə xanım, təşəkkür edirik. Əlbəttə ki, sizin həyəcanınız başa düşüləndir. Allahdan bütün xəstələrə şəfa diləyirik. Siz Çernobıl Əlillər Cəmiyyətinin sədri olaraq çıxış etdiniz, xatirələrinizi bölüşdünüz. Mən əminəm ki, burada Çernobıl əlilləri də var. Mən əminəm ki, onların da özlərinin bir xatirələri var. Buyurun, gəlin, siz də dəvət edirik. Nizami müəllim haqqında öz xatirələrinizi paylaşın. Buyurun. Hamımızı dəvət edirəm. Elxan müəllim başda olmaqla hər birinizi dəvət edirik. Buyurun. Gəlin, Rüfət, durun gəlin. Alif, durun. Gəlin bir kəlmə. Onlar qardaşlarını itirdiklərinə görə əlbəttə ki, qəhər boğub onları.
Buyurun. Mən gələ bilərəm. Mən Selva Bolalı deyiləm, ancaq müdəmət edirəm. Mən də hər birinizi salamlayıram. Selva Bolalılar oturub orada, Allah özünləri sağ eləsin. Mən Nizaminin tələbə yoldaşı olmuşam. 75-ci ildə bir ildə Texnikuma qəbul olmuşam. Nizami işlərini orada tanımışam. Bir yerdə qəbul olandan sonra bilmişəm ki, İsmail'dan 75-ci ildə Mədəni Mahat Texnikumunda Xalq Sağlıqları Orkestrinin qəbul olmuşdur 2000-ci. Mən o ilə bir ay tələbə yoldaş olmuşam. Bir aydan sonra qardaş olmuşam. Həm qardaş, həm yoldaş olmuşam. Biz 75-dən 2025 illər kimi 50 il. Nizaminin xatirələri çoxdur artıq. 50 ildə nə xatirə ola bilməyəm, olmasın. Nizami ilə biz otaqda qalmışıq. Ofisdə deyirlər də o vaxtda. Tələbə ofisləri. Orada ikimiz bir otaqda qalırdı. Bizim otağımız ən qabaqcı otaqlardan biridir. Həmişə bayraq bizim otaqda olurdu. Nizami o qədər səliqəli, o qədər məsuliyyətli yoldaşı idi ki, həm tələbələr içində, həm məktəbdə, həm otaqda, həm yataqxanada 3 dənə ansamblda salırdı biz. Biri Əbülov adına Mədəni Sarayı vardı, orada Şalalı ansamblında. Biri məktəbin orkestrində, biri də ki məktəbin ansamblında. Burada şəkil də vardı, göstərdi. Ansambl İsmailə gəlmişdi, ansamblda. Bir yerdəydi. 75-ci ildə qəbul oldu. Mən hərbi xidmətə getdim. Məni yola salan hərbi xidmətə olub bir də Nizami, bir də Allah hamını rəhmət eləsin, bir də rəhmətli anam. İkisi məni yola saldı 76-cı ildə. Mən qayıtdım, gəldim Texnikuma, görüm Nizami Uca qutardı Texnikumda. Gəlib mədəniyyət evində burada işləyir. Mən də 78-də, 80-cı ildə gəldim, işlədim. Nizami ilə xatirələrim çoxdur. O qədər yoldaşlıq eləmişik, bir yerdə olmuşuq, bir yerdə yatmışıq, bir yerdə yeyib içmişik, bir yerdə oxumuşuq. Ancaq getdik, gəzdiyimiz yerdə ancaq Nizami ilə işimiz olmuşuq, həmişə. Tələbə yoldaşları mənə indi zəng edirlər. Biri Bakıdan, biri Neftçaladan, biri Qubadan. Tanıyırlar, Almaz bacı tanıyır hamısını. Hamısı onlar mənə dedi ki, bizim adımızdan gələ bilmədi, uzaqdır deyənə. Allah rəhmət eləsin desin. Məmməd Qulu da zəng eləmişdi, Qafar zəng eləmişdi, hamısı zəng eləmişdi. Oradan dedilər ki, gələ bilmirik, belə uzaqdır, yollar da dumandır, gələ bilmədi. Bizim adımızdan da təşəkkür edir, deyin ki, belə gələ bilmədi. Allah rəhmət eləsin deyirik. Nizami o qədər gözəl insan idi ki, onu bu 50 ildə mən nə məndən izlədi, nə mən ondan izlədim. Heç kim, kimi dindiririm deyirlər Nizami başqadır. Nizami başqadır. Nizami ilə yoldaşlarımız çox olur. Nizami gözəl insandır, gözəl səliqəli, gözəldir, məsuliyyətli, işində də, davranışında da, danışığında da. Mən Nizami kimi. Mənim qardaşım yoxdur, ancaq Nizami qardaşım olsaydı, bəlkə Nizami kimi olmazdı. Mənə Nizami həmişə deyirdi ki, sənin aton deyirdi ki, sən ona qardaş ol, sənin qardaşın yoxdur, sən onun qardaşı ol. Nizami mənə həmişə qardaşım olur. Nizami mənə elə yoldaşlıq edib ki, mən heç vaxt unutmam. Çünki çox gözəl insan idi. Allah ona rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Danışaram, çox danışaram onun haqqında. Prost danışmaq biraz, məhəsin, biraz danışıram, qəhərlənirəm. Amma Nizami, Allah ona rəhmət eləsin. Məkanı cənnət olsun, ruhu şad olsun. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Çox sağ olun, təşəkkür edirik. Allah Nizami müəllimə bir daha rəhmət eləsin. Və bugün bu qonaqların içində Nizami müəllimin qardaşı Əjdər müəllim var. Onun da özünə məxsus bir xatirələri var. Buyurun Əjdər müəllim. Hər vaxtdan seviyoruz. Biz gözəl bir məkana yığılmışıq. Biz bildik ki, bu məkanın Dağıstan kəndinin gözəl, dəyərli, mədəni, qəhrəman oğullarıdır. Düzdür, qəhrəman, amma qardaş sen heç kimə nəsib eləməsin. Mən
bugünkü tədbiri təşkil edən Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbərliyinə, Muş ən sıravi işçisinə qədər, xüsusilə Teymur müəllimə, aparıcımıza, burada oturanların hər birinə təşəkkürümü bildirir. Çox sağ olun. Çox sağ olun ki, qardaşım budur. Gözəl yox. Təşəkkür. Çox sağ olun Necdet müəllim. Qardaş xatirəsi kimi oğul xatirəsi də var. Çıxışı üçün səhnəyə oğlu Nəvaini dəvət edirik. Buyurun. Ben de her birinizi salamlayıram. İlk önce ben de her birinizi salamlayıram ilk önce. Bütün tədbir iştirakçılarını. O cümlədən Teymur müəllim sizə təşəkkür edirəm və sizin timsalınızda bütün necə deyirlər, sizin kollektivizə dərin təşəkkürümü bildirirəm ki, yəni bu tədbirin təşkilatçılığında, yəni təşkil olunmasında sizin çox gözəl rolunuz var. O cümlədən burada iştirak edən hər bir kəsə mən təşəkkürümü bildirirəm ki, sahib gəlmisiniz. Mən də bir övlad olaraq, yəni borcumdur ki, burada sizin hər birinizə öz təşəkkürümü bildirim ki, mənim atamın çox, necə deyərlər, sevildiyim bir daha mən özüm, necə deyərlər, şad oldum ki, həqiqətən də mənim belə gözəl atam olub, belə gözəl kollektiv olub. Deyiləsi sözlər çoxdur həqiqətən də. Mən həm, necə deyərlər, biraz qəhərlənirəm, həm də ki, həqiqətən də insanın qəlbində, necə deyərlər, gözəl bir sevinç hissi oyanır. Qəhərdən doğan bir xoşbəxtçilik də deyən bir şey var. Mən həqiqətən də bugün çox xoşbəxt oldum ki, mənim atamı belə sevən insanlar var. Hər birinizə təşəkkür edirəm. Allah sizin də canınızı sağ eləsin, ölənlərinizə rəhmət eləsin, o cümlədən mənim də atama Allah rəhmət eləsin. Təşəkkür edirəm hər birinizə, həqiqətən. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirik. Bugün burada hər kəs Nizam müəllimin ocağına yığışıb, onun xatirə gecəsinə yığışıb. Bəlkə kiminsə xatirəsində elə bir şirin duyğusu var, elə bir şirin xatirəsi var ki, onu dilə gətirmək istəyir. Əgər elə bir varsa, buyurun. Əlbəttə ki, düşünürəm, hər kəsin deyəcək sözü çoxdur. Sadəcə olaraq qəhər, onu itirmə duyğusu, o xatirələri dilə gətirməyə imkan vermir. Bununla da bugün Nizam müəllimin xatirə gecəsinə həsr etdiyimiz tədbirimiz sona çatdı. İnanın ki, mənə də çox çətin oldu bu duyğulanları yaşamaq. Allah rəhmət eləsin Nizam müəllimə. Allah yerin cənnət məkan etsin və necə ki bu dillərdə onun xatirəsi şirindir, onun qoyduğu iz önəmlidir. Bayaq biz o yan otaqda çay süfrəsi sağ olsunlar xanımlar təşkil etmişdi. Orada bir cümlə vurğuladılar ki, bu otağı Nizam müəllim necə qurub quraşdırıbsa eləcə də qalıb. Baxın, o otaqda xatirələr necə qalıbsa, yaddaşlarda da əbədi olaraq Nizam müəllim eləcə qalacaq və xoş qalacaq. Allah rəhmət eləsin. Gəldiyiniz üçün təşəkkür ederim. Amin. Rabbena amenna vaghfir lana warhamna wa qina azaban nar. Lillahi Teala al-Fatiha. Amin.